şirin balayam. Çok çok isteyir məni atamla anam. Bax balaca, yenə də görüşünüzdədir. Amma həmişə olduğu kimi yox, fərqli formatda. Həm əylənəcəyik, həm güləcəyik, həm öyrənib, həm öyrədəcəyik. İndi isə gəlin keçək verilişimizin əsas hissəsinə. Artıq bu həftədən etibarən 3 balaca öz valideynləri ilə birgə yarışacaq. Verilən suallara balacalar və onların valideynləri ayrı-ayrı cavablandıracaq. Əgər onların cavabları üst-üstə düşərsə, həmin komanda qalib gələcək. Görək hansı valideyn öz övladını daha yaxından tanıyır. Onu da deyək ki, sizin hər biriniz bizim yarışmada iştirak eləyə bilərsiniz. Biz hazırıq. Əgər siz də hazırsınızsa, onda başladıq. Salam. Salam. Necəsən? Yaxşıyam. Ümidin atası Faiq. Nədir mamanın adı? Xalələ. Mənim adım maması. Neyinirsən? Ona da çəkirəm. Niyə? Ona görə mənə çəkəcəklər axı. Sevinç Nəzrinin anası. Sən anadan atadan razısan? Yox. Anadan, hə, atadan yox. Anasından razıdır. Məndən razı deyil. Niyə görə? Çünki ananı döyür, Necə döyür ananı? çırpayır. Çırpalamaq necə olur ki, Ümid? Belə. Ana neynəmişdi ki onu? Ana qoymurdu divana oturmaq üçün. Divana dağıdırdı da. Bəli. Niyə görə razısan? Çox gözəl təmizkar ailəmiz var. Məncə də. Səncə onlar səndən razıdır, mama, papa? Məncə yox. Övladınızdan razısınız? Bəli. Niyə? Hər də sözlərinə baxmıram. Niyə baxmırsan Nəzrin? İstədiklərimi eləmədilər. Sən neynəmək istəyirsən ki? Özümə paltar almaq, ayaqqabı almaq. O gün getmişdim, özümə paltar seçmişdim, qəşəng idi. Almadılar? Yox. Niyə? Mənə uşaq kimi baxırlar. Səncə sənə necə baxmaq lazımdır? Böyük şəxsiyyət kimi. Böyük şəxsiyyət necə olur? Yəni ki, adama hər şey alsın, adam onunla mehriban olsun, dostluq olsun. Amma almasalar, onunla adam küsər, dalaşır, saçın yonar adamın. Ümid, sənin üçün ailə nə deməkdir? Bilmirəm axı. Ev. Papa deyir axı bilirsən. Yalandan deyirəm. Ata yalançıdır. Hı. Niyə yalançıdır? Mən vəsavət söz verib, amma almayıb. Səncə niyə almayıb? Çünki pulu yoxdur. Ailə sənin üçün nədir? Mehribançılıq. Məncə sevimli atası, anası yanında olmaq onun üçün hər şey demək. Nə qədər pul xərcləyir ana sənə gündə? 5 manat. Gündəlik konkret heç nə almıramsa da, nə bilim 3 manat. Atam heç nə almır mənə. Bəs axı özü deyir alıram. Sənə Allah'ı ver. Ata? Hə. 1 manata yaxın belə xırda qəpik quruş ola bilər, amma artıq deyil. Səncə böyüklər yalan danışar? Yox. Bəs niyə ata danışır yalan? Həmişə yalan danışır. Ananı da arladır. 200 manat. 200 manata hər gün nə alırlar sənə? Məsəl üçün paltar alırlar, ayaqqabı alırlar. Hər gün yoğurt alır. Ata alır yoxsa ana alır bunları? Atası alır. Evdə özünü necə aparırsan? Yaxşı. Yaxşı. Qəşəng. Dəcəl. Balaca qardaşını incidir, balaca qardaşı da onu incidir. Yaxşı aparıram. Çox nadincdir. Evləri dağıdır. Mənim sözümə qulaq asmır. Mama səni nə ilə cəzalandırır? Pilava. Mən vururam, sonra da uğula qoyuram. Səncə başdan vurmaq olar? Başdan vurmamışam heç vaxt. Pilava. Küncə qoy məni. Dəmir bıçağı qızdırıram və deyirəm bir də eləsən, səni bununla cəzalandıracağam.
Birdən mama çırpır, ardından yalandan çırpır, belə çırpmır. Çalışıram, əl qaldırmayım, söz də başa salım. Səncə uşaqları döymək olar? Olmaz. Uşaqlara əl qaldırmaq olar, yoxsa dillə başa salmaq lazımdır? Başa salmaq lazımdır. Anam başı salmır, dayır məni. Olmaz onda. Hərdən birdən olur, çox hirsləndirəndə özümü tutamıram. Bəs niyə ana çırpır səni? Ata bilsə onu öldürər. O ata gəlir deyir ki, mən ata deyirəm, çimdiliyir, mama göstərirəm, ata da onu çırpmır. Amma çırpmır. Deyir ki, yaxşı eləmirsən. Anaya deyir, sən böyüyəndə kim olacaqsan? Papa. Cavab verdiyi odur. Papa. Borcu. Futbolçu. Uşaq həkimi olacam, çıxlı bəbələrin uşaq həkimi olacam. Gəlib iynə vuracam onlara, doktor eləyəcəm, fıs vuracam, onlar da müalicə eləyəcəm, aparata qoyacam, onları yoxlayacam. Belə aparata qoyacam, yoxlayacam. Həkim. Kök adam necə olur? Kök. Papa, qanı yeməkdən baxdı. Babası arıq. Mamasındakı iynənin gözündən keçir. Yəni, hər halda mən olaram da kök. Atam, qanı uje qarpızdır. Atası yəqin olar. Mən fikirləşər. Gömbul topbuş, Toppuş kimdir? çalçağında işləyən. Toppuş adamlara kök deyir. Ən çox da çalçağıra baxır. Toppuş bacı kök deyir. Sənin üçün gözəl kimdir? Mama, Maması. anam, Anası. xalam, Adı nədir xalanın? Leyla. Xalasına. Niyə görə xalasına? Ne bileyim, onun gözündən çox gözəl görsənir. Bəs sizcə o efirə çəkiləndə birinci neynir? Bəzənir. Nədən istifadə edir ən çox? Güzgüdən, daraqdan. Papa, mama, dayı. Mən də qanla dayına papa. Niyə papa döyür mamanı? Dayı, döyməsin. Yox, döymür. Elə döyür mamanı. Papası məsələn, yəni yalandan da olsa desin, mamanı ak eləyək, mamanı vuraq, öldürür papası. Mamanı vurmaq olmaz. Hardan gəlmirsən? Sumqayıtdan, Kimdən gəldin? atamla Atayla nə ilə gəldiniz? yeriyə gəldik. Maşınla gəlmədiniz? Yox, Sumqayıtdan bura ayaqla gəldiniz? hə, Neçədə çıxmışsınız Sumqayıtdan? gidə. İndi avtobusa gəldik. Sən niyə bək danışmırsan? Uşaqlar yatıb. Uşaqlar harda yatıb? Sən niyə yatmırsan? Mən yoxum gəlməyim. Səndən qorxur atasından. Məndən. Niyə məhz səndən? Çünki mən çox acıqlanandan sonra nazını tez çəkmirəm. Papası sırası acıqlanır, sırası da qucaqlayır, öpür, öyrəşib ona. Amma mən acıqlandımsa, stroq oluram, qorxur. Evin qadını nə etməlidir evdə? İş görməlidir, süpürməlidir, evlər təmizkən olmalıdır. Evin qadını onun aləmində iş görməlidir, yemək bişirməlidir, evləri yığışdırmalıdır. Qabları yığmalıdır. Ya televizora baxır, iqlo oynayır. Evdə yemək yeməlidir, yığışdırmalıdır. Ana uşağı bağçaya aparır. Səhərlər ata yatır. Ata getməlidir işə. Gəlib ata üçün yemək rahmalıdır, gün orada bazarlıq eləməli, gedib bazarlıq eləməli. Atadan pul almalı, gedib bazarlıq eləməyə. Yoğurt alsın, uşağa pampres alsın, adam bezir ona görə. Kartoz adam deyir ki, alsın ev üçün. Adama əziyyət olmur bir şey. Amma pampresdə uşağa adama əziyyət olur. Bəs ata işini almasın evə? Alır. Pul qazanmalıdır, mamaya verməlidir, buna hədiyyələr almalıdır. Ata hər gün gələndə sizə nə alır? Çörək,
Bu çörək, tort alır. Ata, mən zəmdə məsəl üçün deyirəm, haradasan? O deyir ki, mama deyir ki, evə gələndə çörək alsın. Çünki deyirəm çörək al. Sonra mama tez gələn kimi ata pomidoru da elə doğrayır, yeyirik. Sonra İqoşqa sonra oynayırıq. Sonra deyirlər, yatırıq, sab oynayarsan. Evin bazarlığını kişi eləməlidir, yoxsa qadın eləməlidir? Bizdən kişi eləyir. Bəs sizcə o bu suala necə cavab verdi? Məncə də mən verdiyim cavabı verər. Axır vaxtlar eşnamı mamaya alır. Yay paltarları mama arada bir də alır. Deyir ki, yay gəlsin sonra alarıq. Papa da yayda mənə nə salacaq? Ay günümdə mənə bir dəfə papa heç nə eləməmişdi. Bir dəfə kebab çəkdirmişdi. Bir dəfə mənim ay günümdə mən paltardan bir dəfə seçəcəm. Sabah seçəcəm, geyirəcəm, gedəcəm toya. Neçə yaşında evlənəcəksən? 3. Ya 5 deyib, ya 6. Böyüyəndə evlənəcəksən? Yox, Niyə? ona görə. Evlənməmiş insan necə olur? Keyfi olmur. Səncə niyə? Çünki o təkdir. Yox deyər. Mən elə gəlir ki, Niyə? Ona görə papanla mama qocalar. Yox, istəməz. Bəs qocalanda necə olarlar papa ilə mama? Əllərini çomaq tuturlar. Kimisə hisslərində, kimisə dağ vururlar. Hissəndirməyənə vurmurlar. Sizin qocalığınızı necə təsəvvür edirsizcə? Əlindən qocalar çomaq tutur. Onu başa düşür, o başqa heç nə başa düşmür. Hə. Problemlər çox olanda adam tez qocalır. Səncə atanın, ananın problemi var? Bəs niyə onlar qocalacaqlar ki? Ona görə ki, mama çox iş görür. Atalar evdə iş görməlidir. Yox, Səncə niyə? asan işləri bacarmır. Kimlər? Atalar. Ata evdə iş görür. Ata, qarada bir də baltanı məsəl üçün götürür, bərk toyuq oldu, sındırır belə bu. Sonra mama deyir ki, bunu götür qoy ora. Papa qabları yumur, mama yuyur. Bir də ki, mama ata belə şeylə işlər görür. Bir dəfə mama mən dedim ki, ata mənə yemək bişirir. Mama dedi birinci. Sonra mən dedim, ata yemək bişirir, gətirib biz yemişik. Kim elib saçılır? Mama, dox vurub çaçına, Duxunu hara vururlar? burasına, çaçına. Paltara vurmurlar duxunu. Duxun vurur. Çünki özü evdə bir də görsən, gedir güzgün qabağına, duxunu götürür, saçın qabağına vurur, istadır. Sonra daraqla belə yaslayır, gəldir. Mama, mən qəşəng oldum, mən ağıllıyam. Yuxuda nə görürsən Ümid? Okulda bir dənə qızdan dans edirəm. Hansı qızdır? Xoşuma gələn qız. Xoşuma gələn qızın adı nədir? Raman. yuxuda maşın görür. Bu da qəribə şeydir. Bu gün görmüşəm ki, məni atır dənizin suyuna atır, ölürəm mən. Maşın məni də vurur, sonra ölürəm. Sonra deyir, mən yuxuda ölürəm. Belə, nəsə mənim maşın vurur, belə sözlər deyir. Adam öləndə hara gedir? Balisiya, ölür ya da bastırırlar. Bifalar görür. Yuxusunda bifa görür, bifa. Bifa nədir onun aləmində? Bifa, əslində bifa yox, it var idi, adı Buffy idi, Buffy. İtdən qorxdu. Biz də başladıq bir şey olanda ondan qorxdumağa ki, Buffy gələr, Buffy. Bu da Buffy deyə bilmir, bifa deyir. Cicilər vardı da. Nə? Cicilər vardı deyir. İçdə çayı. O soysun da. Niyə içmirsən çayı? Baxım soyub. Hələ yox. Ay dağıldı. Ay dağıldı. Sən evdə də çayı dağıdırsan? Bəs ana nə deyirsən çayı dağıdanda? İstənir. İstənəndə nə deyir sənə? Dağıtma çayı. Bəs sənə televizorda baxanda nə reaksiya verir? Hə, mamanın kinosu başladı, Ayşe çalır, xod ver. Çox xoda verəndə deyir ki, dəlixanadır, xodun oldu. Oğlanlar neçə yaşında ailə qururlar Ümid? 90. Bəs qızlar? Qızlar 23. 10 deyə bilər.
Elə belə 10, Bəs qızlar? 5. 28 yaşında. Bəs qızlar? Nə var alsalar onda evlənəcəklər də. Oğlanlar. 28. Bəs qızlar? Qızlar 25. Nə vaxt alır qızları? Keflər nə vaxt istədi? Görürlər, küçədə alırlar. Sonra küçədə görüb alırlar. Küçədə qıza patıqlar edirlər. Sonra nişanlanır, bir uşaq olur. Niyə bir uşaqlar olur ki? Bir uşaqlar olanda onu bir uşaq olanda dağıdır, sakitcə utanır. Bir uşaq olanda 2 dənə hayasız olur. 3 dənə olanda hayasızlar. 5 dənə olanda lap hayasız. Mən bir də bağçada bizim uşaqlar var idi. Mən bağçadan çıxmışam. Mama mənim bağçada elə hayasız uşaqlar, bir dənə uşaq var idi, hayasız idi. Bir uşağa baxmaq asandır. Çoxlu uşaqlar pul vericisin, gidəcək ora-bura söylənəcəksə, uşağa paltarda qalmayacaq. Paltaramayacaqlar. Məhəmməd, sən mamanın nəyisən? Beləli, ayaqsızı. Məhəmməd, kitab nə üçündür? Beləli. Kim eləyir? Mama, Kitab mama üçündür, oxumaq üçündür. oxumaq üçün. Şəkillərə baxmaq. Oxumaq üçün. Bilir kitab nə deməkdir, oxumaq deməkdir. Nağıllar öyrənmək, şeirlər öyrənmək. Hərdən cırır kitabı, kabab bişirər. Elə adada qəzeti götürərlər, bişirərlər. Ya yazmaq dəftəri, kitabı cırmaq olmasın, ya oxuyasın, nağıl danışır. Hərdən papa kabab bişirəndə qəzeti tökür, yandırır. Sonra bir dəfə biz getmişdik, əmisilə bizə qəzet tökülür. Bayram idi, tonqal eləmişdik biz də. Babam eləmişdi. Əmisi tonqal üstün yandırıb ki, yemək yedik. Doyduq, gəldik evimizə, yatdıq. Sonra səhər durduq.